Abdullayanı deyirsən ki, o deyib ki, erməni, bunu 20-ci ildə demişsən, bilirəm, bu müharibədən sonra demişsən və sən orada qəbristanlıqda sonra deyirsən ki, İsrail bizim dostumuzdur. Sonra Mahmudavar kəndində bir məclisdə də orada İsraili tərəfləmirsən, insanlar çıxıb məclisdən, cavanlar hamısı ölü bir yerə girmirsən. Və sən nətər, axı, əgər bu İslamdırsa, əsl İslam nədir? Demək, Ağa Rəşid, sən insanları doluyursan, sənə o dükanların var, deyirlər, Lənkəranda var, Masallıda var, Bakıda var, özdə deyirlər, şeyxlə şəriksən. Sənə o dükanlar lazımdır, sənə İslam lazım deyil. Sən Həzrəti Rüqiyyənin, Həzrəti Zəhranın adını tutma. Sən öz mundar ağzınla o pak adları öz ağzına gətir.